Bildiyimiz kimi biz hüquqi dövlətdə yaşayırıq. Cəmiyyətimiz hüquqi cəmiyyətdir və bir çox dövlətlərlə müqayisədə demək olar ki, Azərbaycan cəmiyyəti əsasən 90%-dən yuxarı savadlı insanlardır. Dünya görüşü olan, yaxşını pisdən ayıra bilən, qanunlara az-çox bələd olan bir toplumdur və hesab edirəm hüquqi cəmiyyətin əsas atributu hüquq müdafiəsidir. Yəni bu hüquqlar varsa və hüquqlar müdafiə olunursa, müdafiə oluna bilirsə, yəni dövlət tərəfindən o hüquqların müdafiəsinə təminat verilirsə, hesab edirəm ki, o cəmiyyətdə mütləq qaydada vəkillərin rolu misilsiz olmalıdır. Yəni, hüquq müdafiəçisi olaraq bildiyimiz kimi peşəkar şəkildə insanları müdafiə etmək Azərbaycan Respublikasının konstitusiyasına görə və vəkillər və vəkillik fəaliyyəti haqqında qanuna görə məhz vəkillərin üzərinə qoyulmuş bir vəzifədir. Bu baxımdan cəmiyyətin hüquqi inkişafı hər zaman cəmiyyətin bütövlükdə inkişafına gətirib çıxardan bir amildir. Məhz onu qeyd etmək lazımdır ki, məhkəmələrdə yaranan təcrübələr, insan hüquqlarının müdafiəsi zamanı rast gəlinən bir sıra məsələlərin həllində bildiyimiz kimi vəkillərimizin bir çoxu təşəbbüs qaydasında, bəzən sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində məsələlər qaldırırlar və bu məsələlərin tənzimlənməsi üçün hətta bəzən elə olur ki, qanunvericilik təşəbbüsü hüququna malik olan şəxslər tərəfindən qanunvericiliyə məhz bu problemlərin həlli ilə bağlı təkliflər verilir.